Görün neler yazmışam, yine bir eser yazmışam. Bu xalqın taleyindən, dərdindən, kileyindən edim sizlərə söhbət, belə olubdu bu dəhşət. 88-ci il aranı qatdılar qəfil, köhnə ədavətilə, Rusun siyasətilə, erməni daşnaqları tutdular torpaqları. Xalqı el obasından, yurdundan, yuvasından eylədilər didərgin, hamı əhvalı gərgin, ayrıldı vətənindən, çölündən, səmənindən. Çoxsu aralı qaldı, ürək yaralı qaldı, gözlənilməz hal oldu, Qarabağ işğal oldu. Gəldi 90-cı il, soyuq qarlı bir fəsil, Qarbaçovun fitvası, SSR imperiyası, Rus hərbi maşınları, Sovet qoşunları, Sovet qoşunları incə halini qırdı, sağalmaz yara vurdu. Yanvarın 19'u qanlar əritdi buzu, Bakı tarimar oldu, 20 yanvar oldu. 91-ci ildən Xankəndi getdi əldən, 92 fevralı oldu Xocalı işğalı. 25-i günü gecə baş verib Allah necə, şəhəri talan etdilər, güllə baran etdilər. 63 nəfər uşaq öldürüldülər nahaq, 106 nəfər qadın aldılar şəhid adın, 70'i qoca qarı puç oldu həyatları. 8 büsbütün ailə məhv oldu tamamilə, 487 kəs ömürlük oldu şikəst. 155 uşağın söndürdülər çırağın, ömürlük dərd aldılar, hamısı yetim qaldılar. 1275'i bilinməz oldu işi, əsir düşdülər hədər, yox neçəsindən xəbər. Bəşəriyyətin haqq səsi, Xocalı faciəsi. 92 mayında, gözəl bir yaz ayında, Qafqazın cənnəti olan Şuşanı etdilər talan. Cıdır düzü topxana, tam boyandı alqana, abidələr, məzarlar, tarixi yadigarlar, muzeylər, idarələr, meçidlər, minarələr, Natəvanın bölgəsi, Vaqifin məqbərəsi, hamısı da talan oldu, xanələr viran oldu. 2 oktyabrda Xocavənd qaldıqlarda, 93'ün apreli getdi Kəlbəcər eli, xəyanətin qurbanı sevindirdi düşmanı. Getdi qızıl mədənim, sücayətim, bəhmənim, o aşıq şəmşir elim, sədəfim, dürrümləlim, sənətkarlar məskənim, şeir sənət gülşənim, Murov dağım, dəli dağım, Ceyran bulağı yaylağım, Göyçəyə açılan qapım, mən indi hardan tapım dərdimizin dəvasın. 93 iyul ayı, yenə bəd gördük yayı, Qarabağ itkisində, iyulun 7'sində, hər tərəfi dağ dərə, əldən getdi Ağdərə. Mehmananın qucağı, qızıl filiz yatağı, hamısı qaldı düşmana, qoydu bizi yana yana. Bitməmiş bu vəlvələ, yaddan çıxmamış hələ, Ağdərənin ahvayı, 93 iyul ayı, 23'ü axşamı, od bürüdü Ağdamı. Muğamatın qucağı, incə sənət ocağı.